Dostlar salamlar. Dostlar bugün sizin yeni bir videoyla karşınızdayım. Dostlar bugün sizin bir dostlar yani xəritə düzəldəcəyik. Free Fire dostlar xəritəmizi düzəldəcəyik. Yəni bu Free Fire xəritə düzəltməyi dostlar bilməyənlər var da ya daha doğrusu dostlar mən də bilmirdim yəni necə düzəldilər. Allah Allah. Ciddi misin oğlum? O gün dostlar canlı yayın açmışım. Yani o canlı yayında bir tane dostlar takipçimiz yazdı ki dinləyəm dostlar buradan girib YT Studio'da yani dostlar buradan bir yer var. Dostlar oradan girib düzəltmək olur. O da sağ olsun dostlar onu getdi. Dostlar mən də yəni dostlar öz bildiyim qədərilə dostlar sizə göstərəcəm. Yəni dostlar heç bir şey bilmirəm. Daha doğrusu yəni sadəcə dostlar ora necə girirlər onu bilmirəm. Ben bildiğim bu ki bilmirəm. Ya başqa bir məlumatım yoxdur. Dostlar mən bunu əvvəlcədən paylaşmışdım ki, yəni postlara baxanlar bilir. Dostlar mən belə bir video gələcəkdi dostlar. Yəni hətta kapak şəklində paylaşmışdım. Haberim yok. İlk defa duyuyorum. Demişim dostlar kapak şəklində 10 üzərindən puanlayın. Yəni hamı xoşlamış, yəni çox adam xoşlamışdı. Ona görə də dostlar sağ olun. Dostlar videomuza başlamazdan əvvəl dostlar zəhmət olmasa like atın. Yani en son attığım video 1K baxışlayım olar ki 130 like deyib. Dostlar pisdir. Ama yani inşallah dostlar bu video daha yaxşı olacaq. Dostlar o qədər pis deyil. Yani normal sayıla bilər. Əvvəl dostlar daha çox gəldi. Çünki dostlar mən əvvəl hər gün video atırdım. Amma dostlar artıq elə ki yəni vaxtım yoxdur dostlar. Dərslərə görə təəssüf ki vaxtım yoxdur. Məsələn saat indi 14:30 hazır edəcəm, amma mən 13:37 yəni dostlar çatdırmalıyam da videonu. Onda siz söz çox uzatmadan videomuza başlayaq. Dostlar videomuza başlamazdan əvvəl video like atmağı unutmayın. Dostlar indi ilk əvvəlcə dostlar burada Craftland var. Craftland'a basırız. Bir də basırız. Sonra dostlar isə buradan studiyaya basırız. Dostlar indi buradan harita oluştur hissəsi var. Bu harita oluşu indi dostlar mən bura kimi biləm. Yəni bundan sonra dostlar yoxdur da. Bundan sonra heç bir şey bilmirəm. Şimdi dostlar burada onaylarını basaq. Dostlar yəni bir bu dostlar boyut falan özelleşdir. Birinci şahıs. Dostlar puan toplama olsun oyunda. Məncə yəni puan toplama olsun. Bir də dostlar küresel düzenleme yani bu şey menşe ülkesi bunu seçək. Bu iki tanesi seçək. Yəni bilməm nəyə seçdim. Yəni dostlar ya Allah deyib başladıq da gör necə olacaq. İndi gəldi bura. Sadece nefes almam gerekli. Bura dostlar hələ ki yaxşıdır. İndi buranın dostlar sizcə xəritənin yəni ölçüsü bəsdirmi? Yəni mən də bilmirəm, amma məncə dostlar yəni pis olmaz da. Yaxşıdır, pis deyil. Amma buradan genişlətə basa bilirik. Burada indi dostlar burada indi özümüz bura fiqurlar qoyacağıq. Ki indi özümüz buranı düzəldəcəyik də. Belə yaxınlaşdırma olur, həqiqə şeydir də. Mesela bunu bir heç kim çəkməmişdi Azərbaycanda. İlk mən çəkirəm. Tabii efendim. İndi dostlar biz buradan necə qoyaq bir şey düzəldə görəsən. Bu bloku dostlar bu bloku. Dostlar biraz mənim bunu görüm dostlar necə öyrənirlər. Biraz baxım gəlin. Hə dostlar bildim. Dostlar yəni əlimizlə belə gətiririk məsələn. Necə olsun dostlar? Yəni bir ki necə deyim başa salam çünki heç dostlar özümdə bilmirəm yəni nə deyirəm. Ben ne dedim az önce? Burada demiş olsa belə olsun bura. Dostlar bir dənə yer burada düzələcəm, bir dənə də yer burada. Sonra dostlar onun ortasına bir dənə deşik düzələcəm. Deşiklə yəni silahdan vurma olsun. Yaxşı olar məncə, pis olmaz. Sonra bunu bura qoyaq. Dostlar sizcə mən bura deyim. Dostlar biraz deyim də sizə necə düzəldəcəm. Biraz məntiqin başlayalım. Dostlar mən indi bunu belə biraz yüksəldəcəm. O bir saat dostlar düzəldəcəm. Oraya da daha doğrusu yüksəldəcəm, buranı da yüksəldəcəm. Ondan sonra siz buranı sürətli şəkildə görün. Dostlar indi birinci hissəni dostlar qurtardım. Ondan sonra bir dənə bunun ortasında bu hissə var. Dostlar ortalığı hissəni siləcəm. Dostlar buradan hətta belə eləyəcəm. Çünki yəni buradan belə duraraq vura biləydim. Aşağı indi elə bilsəm yaxşı olardı. Hə. Məsələn dostlar mən burada durmuşam. Dostlar o adam buradan belə vura bilir. Məncə yaxşıdır. Məntiq yaxşı. Şimdi dostlar sizcə o bir səhvdə bunun nəyini eləyim. Yəni buraları yenə sürətləndirmiş şəkildə görəcəksiniz.
bu hissəni yəni eyni şey elədim. İndi dostlar elə ki bir adam burdadır. Yəni elə yerə kəsmişəm çünki dostlar video çox yoxsa çox uzun olar da. Burada indi dostlar mən bu adamı vuracağam. Yəni dostlar belə bura çıxacağam. Dostlar gördüm adam başı necə dostlar buradan vuracağam. Yəni məncə hələ ki yaxşıdır. Bir də dostlar yəni bura bir dənə yüksəklik qoymaq istəyirəm. Daha doğrusu bunlar var. Dostlar burada. Dostlar buradan indi bura bir dənə Türkçə demişəm. Yəni merdiven deyirlər də, hə. İndi mən bura bir dənə bundan qoyum. Buranı bir dənə sizsə birincidən qoydum, indi ikinci. İkincini eləməyə görə məncə bunun altına blok atmalıyıq. Və Minecraft oynayanlar bilər, məncə elə olar. Dostlar görə elədim, yəni Minecraftda ikincisə dostlar bilərik. Dostlar indi görə dostlar gördünüz Minecraftda kimdir. İndi dostlar bir dənə də bundan düzəltdim bura. O zaman da yəni istəyirəm bu tərəfdən qoyacağam. Çünki yəni ev ki dostlar adam bura çıxaraq da vura bilsin də. İndi dostlar istəyirsə o yəni iki tərəfdə bunu eləyim gəl. Dostlar indi eləmək istəyirəm dostlar gördü indi. Yəni bunu 100 məncə fırlamaq olur. Və mən bunu fırlayalmam. Yəni bu da ki bu tərəfə doğru çıxır. Ona görə sonra qalacağam. Buradan sonra bunu götürəcəm belə. Yəni ki bunun yəni elədiyim dostlar yenə eynisini eləyəcəm amma bu tərəf eləmək istəyirəm bunun əksinə, amma yəni elə olmaz. Daha doğrusu eləyəlməm. Məsələn, indi deyimdə necə ola bilər? Bura gəlim, adam görməyəm dostlar buradadır. Tez dostlar bura gələcəyik. Buradan dostlar bunun üstündən çıxaraq dostlar vuracaq. Şimdi ben buraya neden çıktım? Dostlar indi mən buranı qurtardım. Yəni dostlar birinci tərəfdə belədir. İndi sizə ikinci tərəfdə göstərim. Yəni məncə o qədər pis deyil. Yəni dostlar dediyim kimi dostlar, yəni buradan bu adam dostlar baxırıq. Gördüyü adam gəlir dostlar, buradan çıxıb dostlar bu deşikdən vuracaq. Ya dostlar bunun üstündən çıxıb buradan vuracaq. Yəni məncə o qədər pis deyil. Yəni iç xəritə görə yaxşıdır. Yəni daha doğrusu yaxşı da deyil, həm nə pisdir, yəni nə də yaxşı. Yəni Vasatın üstü. yəni Türkçədə belə bir şey var, vasatın üstü. Yəni elə bir şey dostlar. Dostlar burada taş divarlar var belə. O zaman mən bu taş divarlarından bunun buralarında tutacağam ki, yəni o qədər adamlar böyle çıxmasın. Sonra yoxsa yəni dostlar çıxarlar böğürdə, yəni böğürlərlə gedərlər, yəni məncə pis olar. İndi siz dostlar mən bunun buralığında tutum yerindən gəl. İndi dostlar mən bunu da bitirdim. Yəni dostlar belə görünür. Məncə yəni yaxşıdır. Yəni dostlar böğürlərini də dostlar belə tutdum. Yəni bilirəm dostlar əslində bunu mən buralığında tutacağım. Yəni dostlar yenə həmişəki olduğu kimi yəni bunu döndərəlmədim. Yəni dostlar bunu necə döndərərlər dostlar onu bilənlər zəhmət olsa dostlar yorumlar yazsa sevinərəm. İndi dostlar biraz baxım görüm nələr var, yəni nə edə bilərik. Sonra dostlar bunlardan var. Yəni burada dostlar belə bir şey düzəldəcəm. Yəni dostlar qoy bunlar, yəni dostlar belə yatmaq olsun da bunun arxasında. Mən buradan adam gizlənib vura bilsin. Birini də dostlar bu tərəfə düzəldəcəm. Dostlar, yəni məncə yəni pisdir. Bilirəm amma yəni o qədər pis deyil. Yəni belə bir şey olsun, bir təpə olsun, bu tərəfdə təpələr olsun. Belə dostlar üstə qoyuram bunları. İndi oranı da dostlar biraz düzəltəcəm, yəni ora biraz pis oldu. Hə deyib dostlar məsələn bu da onunla yaxşı oldu. Hə yəni bu dostlar ki belə burada təpələr var, bilirəm çox pisdir. Yəni dostlar yenə də bir şey deyəcəm. Bu xəritə bilirəm çox pis oldu biraz. İnşallah dostlar ki vaxtım yoxdur, yarım saat dostlar mən bunu edib tez tutarmalıyam. Onu göstər, yəni belə bir şey oldu. Onu da istəyirsə son halini göstərim sizə xəritəni. Dostlar burada belə bir şeyimiz var. Yəni dostlar görüm yəni şimdi oyna var dostlar. Bu şimdi oynanır. Ona ilə. Bunu elədik indi. Dostlar buradan adamlar belə durub vura bilir. Məsələn o birisi adam burada gördüysə adam vurur tez bunun arxasından gizlənir. Ya da dostlar buradan belə gəlirik. Bunun üstündən belə vura bilirik. Məncə yəni qəşəngdir. Yəni burada duvarlar var. Gördüysə bir şey var. Dostlar bura yavaşca gələcəyik. Burada duracaq olsa buradan vuracaq. Yəni həqiqətən dostlar məncə qəşəngdir. Yəni belə 10-11 dəqiqədə dostlar düzəltdik. Məncə ona görə yaxşı xəritədir. İndi dostlar istəyirsə bir dənə də üstdən göstər. Dostlar xəritənin son halı belədir. Yəni dostlar həqiqətən mən çox əyləndim. Dostlar bu xəritəyə 10 üzərindən puan verməyi unutmayın. Yəni məncə 10 üzərindən 3. Dostlar yəni bitdi. Yəni dostlar məncə bu günə bu qədər olsun. Çünki dostlar vaxtım olsaydı yəni daha yaxşısını eləyəcəydim xəritəni. Amma dostlar yəni bunun dostlar part 2-sinin gəlməsini dostlar bu videoya yəni az 150 like atın. Yəni 150 like atın dostlar bunun part 2-si gələcək deyirəm. Ondan sonra bu günü bu qədər olsun. Videonu bəyənmişsiniz. Videomu bəyənsəniz like atıb abunə olmayı unutmayın. Sağ olun, salamat.